BDO Könüllülər Təşkilatının Jurnalistika Fakültəsi üzrə könüllülərinin təşəbbüsü ilə Mediapass təcrübə proqramının növbəti görüşü baş tutub. Görüşün qonağı televiziya aparıcısı Jalə Həsənli olub. Tədbiri giriş sözü ilə Jurnalistika Fakültəsinin dekan müavini Samir Mirzəyev açıb. Fakültənin dekanı Vüqar Əliyev qonağın televiziya sahəsindəki fəaliyyəti və peşəkar təcrübəsinin əhəmiyyəti barədə danışıb. Daha sonra Beynəlxalq Jurnalistika və İnformasiya Siyasəti kafedrasının rəhbəri Aynur Nəsirova çıxış edərək Jalə Həsənli televiziya sahəsindəki təcrübəsinin tələbələr üçün faydalı olduğunu vurğulayıb və iştirakçıları görüşdən maksimum yararlanmağa çağırıb. Rəsmi hissədən sonra tədbir interaktiv müzakirə formatında davam edib. Jalə Həsənli tələbələrlə öz peşəkar təcrübəsini bölüşüb, televiziya və media sahəsinin incəlikləri, eləcə də bu sahədə uğur qazanma yolları barədə fikirlərini paylaşıb. Həmçinin nəzəri biliklə yanaşı praktiki təcrübə daha çox önəm verməyin vacibliyini xüsusi olaraq vurğulayıb. O çıxışının sonunda tələbələrə uğurlar arzulayıb. Şehrin Musayeva, BDO xəbər.